Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə rayonun Xoşçobanlı kəndində baş verib. Kənd sakini Kamran Zərbəliyev ailə münaqişəsi zəminində öz həyat yoldaşı, baldızı, qaynənəsinə ov tüfəngi ilə atəş açıb və nəticədə onun qaynənəsi hadisə yerində dünyasını dəyişib. Digər 3 nəfər isə ağır xəsarətlərlə Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda onların durumunun ağır olduğu deyilir. Masallı rayonunda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. Məlumata görə Kamran Zərbəliyev həyat yoldaşı Arzu Zərbəliyeva ilə aralarında yaranmış mübahisədən sonra faciəvi hadisə baş verib. İlkin məlumatlara görə münaqişədən sonra Arzu Zərbəliyeva yaşadığı gərginlik barədə Sumqayıt şəhərində yaşayan anası Aybəniz Məmmədovana məlumat verib. Ana qızını aparmaq məqsədi ilə digər qızı Aysun ilə birlikdə Masallının Xoşçoban kəndinə gəlib. Evə gələn Aybəniz Məmmədova qızını aparmaqda israrlı olduğunu bildirib. Lakin bu sözlər Kamran Zərbəliyevin qəzəbinə səbəb olub və o, ov tüfəngini əl atıb.